Deməli, axır ki, yuvamızın axırına çıxdıq. İndi mən sizə göstərəcəm yuvamız necə oldu deyə. İlk öncə buranı göstərim sizə. Bu hissəni indi bir dənə qalıbdır. Bura 2-3 dənə reyka vuracam. Burada sırf dənə düşən balları bura yığmaq üçün düzəltmişəm. O pişi bağlıdır hər tərəfi. Sonra keçdik yuvamıza. Əsas məsələ. Bir dənə bunlar qalıbdır. Bunları bir gün kəsib götürəcəm buradan artıqları. Qapımızda belə yığdım. Səlgəli. Baxın, qapını belə yığmışam. Bunu heç nə dağıda bilməz. Yəni, nə işini aça bilməz. Möhkəm yığmışam qapını. Yəni, istəsə aça bilməz bunu. Altı hər yeri bağlıdır. Bir dənə burada aralar var. Onu özüm qoymuşam. Hava işləsin deyib. Oradan işini çıxa bilməz. Qapımız da belə açılır və göyərçinləmizi göstəririk. Siyah, qapını açdıq. Yuvamız belədir. Su qabı. İçində vitaminli su var. Yem. Belə. Belə qoyacağım yem qabını. Kardan batandan batana altı taxtadır. Kardan batana çıxarıb tullayacağım. Döşə sərgəli təmiz qalsın deyə. Gördüyünüz kimi yuvalar belə yığılıbdır. Daha ki artırmağa xod da var yuvanı. Bir riyadda özüm istəmirəm. Belə quşlar yuxarı çıxıb orada didişsinlər, quruldasınlar. Baxın belə kletkalar arxası bağlı. Yuvaların içindən balalar çıxmasın deyə qabağına belə şeylər vurdum ki, bala çıxıb yerə düşməsin, olur quşlar döyməsin deyə. Bu da bizim cuma verdiyi quşlar. Gördüyünüz kimi belə. Yuvamız çox qəşəng çıxdı. Bunları burada da qoya bilərəm. Sadəcə olaraq dibdə quşlar yiyənməyəcək deyə belə qoymuşam. Altında da stolu var. İstəyəndə götürüb təmizləyib geri yerinə qoymaq üçün qoymuşam. Balaların da ayaqlarını yuyub ora qoydum. Yuva belə çıxdı. Fikirləriniz maraqlıdır. Necə çıxartmışam. Bunu da belə vurmuşam balıq quşlar üstündə gəzə bilsin deyə. Burada da bir dənəsi var. Gəzmək üçün. Rahat hərəkət eləsinlər deyə. Təşəkkür edirəm hər kəsə. Allah hamıya belə yuva tikməyə qismət eləsin. Yaxın olan olsaydı gəlib tikərdim. Siyah. Daha açılan şey deyil. Bunun həm içi isti oldu, həm də ki quşlar yaxşı oldu. Ballara bax. Oh, nətə yiyiblərsə. Porsuğa dönüb dururlar. Baba erkekdir bu yanda. Orada bir qurulduyur. O biri maya. Hava yem qabları burada. Kefdədirlər. Təkin kef eləyirlər.